bizlər isti evlərimizdə, maşınlarımızda olarkən onlar yağışa, küləyə baxmayaraq bizlərin təhlükəsizliyi üçün çalışırlar. Bəzən isə havanın həddindən çox isti olması, onların bu şərəfli işlərindən bir saniyə belə ayırmaz. Bir qurtum su üçünsə zamanları belə olmaz. Onlar təhlükəni əvvəlcədən görür və bizlərin bu təhlükədən yayınmağımıza dəstəkçi olurlar. Təhlükəsiz dünya üçün biz onlara minnətdarıq. Bəzən isə yolumuzu davam edə bilməyəcəyik. Dediyimiz anda yanımızda olarlar. Bizimsə borcumuz onlara dəyər verməkdir. Polis olmaq bir şərəfdir. Polis olmaq bir dəyərdir. Biz uşaqlar onların hər əziyyətini görürük. Bu bizləri qəti qorxutmur. Mən özüm də gələcəkdə polis olacağam. Polis peşəsi ağır peşədir, çətin peşədir. Azərbaycanın Daxili İşlər Nazirliyində sədaqətlə xidmət edən insanlar öz vətəndaşlıq borcuna sadiq qalmışlar, öz xidməti vəzifələrinin layiqincə yerinə yetirmişlər. Sizə inanıram, sizə arxalanıram və bu güclə də və bu qüvvəylə də biz müstəqil Azərbaycanı günü-gündən inkişaf etdirəcək və gələcək nəsillərə daha da gözəl Azərbaycan bəxş edəcək. Onlar bugünün uşaqlarının xəyalı, gələcəyin isə əbədi qəhrəmanlarıdır.